Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində belə deyim də, tekstilində, yəni Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna çox yaxın bir ərazidə 2 mərtəbəli binanın 1-ci mərtəbəsində bax qarşıda gördüyünüz belə bir böyük otağı olan, bax buranın ölçüsü 5-in 6-yadır, pol taxtadır, möhkəmdir. Yenidən bax bu otağı mən sizə göstərirəm, yəni hansı vəziyyətdə olmağını sizin nəzərinizə yetirirəm. Deməli, vaxtilə otaq olub, hal-hazırda böyük bir otaqdır. 2 qapısı var. Burası zalıdır. Zalın uzunluğu 6-nın 4-dədir. Bax necə görürsünüz, bu cürdə video çəkilir. Yenidən zalını, bir də ki bu deməli 2 qapı göstərilir, ancaq böyük bir otağın qapısıdır. Yəni bir otağa girir hər 2 qapı. Daxil olursan, yenidən mən sizə zalını göstərirəm. Zalın uzunluğu 6-nın 4-dədir. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Dediyim kimi tekstilini də, yəni bildiyiniz kimi tekstilini də deməli nənəmin bu pekarnisi var. Bax həmin əraziyə yaxın bir məsafədə yerləşir. İndi isə mən sizə yenidən belə bir artırmasını göstərirəm. Bax bu cürdür. Demək olar ki məhliyə maşında, bax bura maşın daxil ola bilər. İndi isə mən sizə hamamını göstərirəm. Hamamın, bax hamam bu cürdür. Necə görürsünüz? 1,5 tonluq su bakı var. İndi isə mətbəxinə keçirəm. Bildiyiniz kimi, yəni başqa regionlar üçün deyim ki, bura şəhərdir. Yəni ətrafdan çoxlu sayda marşrutlar işlər. Burası mətbəxidir. Bax bu cürdür. Mən bildiyimə görə mətbəx mebeli evdə qalır. Bax burada da poldur. Qiymətin 65.000 manatdır. Ancaq onda deyim ki, qiymətində mən bildiyimə görə normal razılaşma olmalıdır. Yenidən bax bu deməli navesin alt hissəsində demək mümkündür. Eyni zamanda böyük bir zaldır. Yaxınlıqda 34 nömrəli orta məktəb, bu tərəfdən 43 nömrəli orta məktəb yerləşir. Asan xidmətinə yaxın bir ərazidir. Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna çox yaxın bir ərazidə yerləşir. Bax belə sizlərə uğurlar.